saat təfəkkür gecə səhərə qədər ibadətdən üstündür. Bu söz düz sözdür. 1 saat deyəndə 60 dəqiqə nəzərdə tutulmurdu o zaman. 60 dəqiqə 1 saat sayılmırdı. Yəni məsələn 10 dəqiqədə düşünmək bir saatin orada o nəzərdə tutulur. Yəni bir müddət. Kiçik bir müddət. Bu söz düz sözdür. Buyurdu bəli, bu peyğəmbərin sözüdür. Peyğəmbər buyurub ki, 1 saat düşünmək, yəni bir müddət düşünmək gecə səhərə qədər ibadətdən üstündür. Soruşdu keyfə yətəfəkkər, necə düşünək? Bir dənə misal çəkir. Bu misaldır ki, məsələn necə düşünək? Buyurur ki, gedin bir xarabalıq yerə. Bir yarı sökülü binadır, qədim dövrdən qalıb. Varsa tapa bilsəz. Məsələn, düşüncə üçün belə bir üsul təqdim edir. Gedin o xaraba qalmış evə, keçmişdə orada insanlar yaşayıb. Diyanın o evlə danışın. Danışın odur ki, uzat danışasan, deyələr dəli olub bu. Elə yox. Oturun, yəni düşünün, özünüzə düşünün. O evə sual verin. Eynə banuk, hanı səni tikən, bina edən, hanı bənnaların, hanı səni ucaldanlar? Eynə sakinuk, hanı sənin sakinlərin, sənin içində yaşayanlar hardadır? Cavabında özün tap, o düşüncədə çox şey əldə edəcəksən. Çox şeylər başa düşəcəksən. Xarabalığı qoyuram qırağa, bax bu küçələr var, bu gəzirik, indi gəlmişik məscidə. Çox demirəm, 100 il qabağa, qaydaq 100 il qabağa. Bu küçələrdə gəzən insanların biri də sağ deyilindi. Onlar gəzirdilər, bir-birindən dalaşırdılar, barışırdılar, toy eləyirdilər, yas eləyirdilər, bir-birinə quyu qazırdılar, ayağını çəkirdilər, bir-birinə kömək eləyirdilər. İnsanlar idi, yaşayırdı. 100 il keçib, heç bir o insanlardan yoxdur, təzə insanlar. İndi həmin küçələrdə adamlar gəzir. 100 il keçəndə vaxt burada oturanlardan heç kəs olmayacaq. Bax, dünya budur. 100 il keçəndən sonra bizə indi nə maraq oldu o zamanki insanların geyimi, nə mənada qayğıları, onun arzuları, heç nə yox olub gedib. Amma onlar elə bilirdilər, əbədi burada qalacaqlar və nə oyunlar çıxartmırdılar ki, o qısa arzularına çatsınlar. İndi sənin üçün necə sönük və maraqsızdır. Keçmişdir, daşa dönüb artıq, yoxdur. Onun sevinci də maraqsızdır, kədəri də. Nisbi məsələlərdir. Odur ki, keçmişdəkilər haqqında düşün. Yaxud da get qəbristana, qəbristanda otur, ölənlər haqqında düşün. Gecə vaxtı getməyəsən ki, adamın ürəyi partlayar, qorxar. Gedəsən, oturasan qəbirlərin müqabilində, hədislər deyir bunu. İndi belə sözləri danışmaq çətinləşib, deyirlər, bunlar nə danışır cəmaata, qəbirstanlığa aparırlar. Valla, oradan qaynaqlanmayan həyatın ləzzəti yoxdur. Ona görə dünya bu vəziyyətdədir ki, ora yaddan çıxıb. Dünyanın xoşbəxtliyi oradan asılıdır. Oranı bizə unutturur müasir dünya. Amma get, otur orada, bax, o cansız sənə baxan insanlar var. Onlar sənin kimi bir yerdən qışqıranda səsinin gürültüsündən dayanmaq olmurdu. Alqış içində, hörmət, ehtiram, hərəsi bir məqam sahibidir. İndi heç bilinmir kim kimdir.